Mənim çox çətin uşaqlığım olub. Çox acınacaqlı günlər yaşamışam. Düşün, bizim evdə yemək yox idi. Papa bizi restorana aparırdı ki, biz orada yemək yeyək, acı hiss eləməyək özümüzü. Hələ qış aylarını demirəm, qış aylarında əynimizdə kurtkamız olmazdı. Bizi Maldivə göndərərdi ki, nədir, üşüməyək. Yəni, bunu kənardan baxan heç kim başa düşə bilməz. Amma bizim üçün çox çətin anlar idi o. Hər il biz qışı Maldivdə keçirirdik. Hələ hər axşam bizim evdə yemək vaxtı stolun üstündə qırmızı ikra, qara ikra olardı. Hər səfərində yadıma düşür o qırmızı ikranın, qara ikranın dadı. Mən keçmişə dalıb gedirəm. Bir dəfə yadımdadır, 20-ci yaşımı qeyd edirdim. Papa mənim üçün Porsche Taycan alıb gətirmiş. Porsche Taycan alıb gətirmişdi və qayıdıb demiş ki, sürpriz. Nə sürpriz, ala, nə sürpriz. Heç kim məndən soruşmamışdı ki, lazım. Hansı maşını istəyirsən? Nə maşını sürmək istəyirsən? Heç kim gəlib məndən soruşmamışdı onu. O gün, bu gün mən onun tragediyasına böyümüşəm. İnsan yaşa dolduqca, yaşı çatdıqca, yaşı irəlilədikcə başa düşür ki, elə zərbəni insana ən yaxınları vurur. Zərbəni ən yaxınları vurur. Sakla.